Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yayın sərin, qəşəng, ləzzətli desertini hazırlayıram. 2 qaşıq xörək qaşığı ilə kakao, yarım stəkanda qatılaşdırılmış süd, glazuru hazırlayıram. Sonra deserti hazırlayacağım. Glazuru hazırlayıram, hazır qalır. Qəşəng glazur olur, bişirmədən, heç nə, 2 dənə qatırsan 2 ərzağı bir-birinə, çox gözəl glazur alınır. Asant qəşəng. Yayda qoyursan bunu soyuducuya, qəşəng sərin-sərin yeyirsən, marojna dadında. 1 stəkan undur, 1 paçka vanil, yarım stəkandan biraz çox şəkər tozu, 1 litr süd. Qəşəng bunları qarışdırırsan, topaqları qalmır da, unun tamam açılır. Qoyuram bunu qəşəng, qazın üzərində bişirirəm. Dayanmadan qarışdırırsan ki, dibi tutmasın. Görürsünüz necə pıqqıldayır, qəşəng qaynayır. 5 dəqiqə belə qaynadıram, tamam. Unun elə bil çiğ iyi gəlmir də, unda bişir. 50 qram da kərəyağı əlavə edirəm. Kərəyağın çəkəndə düşməyib. Amma 50 qram da kərəyağı vurursan buna. Bişirirəm qəşəng. Gördüyünüz qabı da şüşə qablardandır. İçərisinə su alıram, boşaldıram ki, yapışmasın. İsti əlavə edirəm qaba. Üzərindən də glazurunu əlavə edirəm, qəşəng yayıram. 4 saat, 5 saat soyuducuda qalır. Üzərində örtürəm, qoyuram soyuducuya. Yaxşı olar ki, axşam hazırlayasınız, səhərə qədər qalsın soyuducuda. Uşaqlar tələsirdi, nəvələri, mən biraz tez kəsdim. Amma axşam bişirib səhərə qədər saxlayanda qəşəng bərkiyir, əla olur. Dadı da qəşəng sərin. Əsl istinin şirniyyatı deyərdim də, desert. Görürsünüz necə qəşəng, yumuşaq, marojna kimi. Biraz xaladenikdə soyuducuda çox qalanda biraz da bərkiyir. Mən biraz tez götürdüm, amma çox dadlı, ləzzətlidir. Yayda qəşəng meyvəli, meyvəsiz, şokoladlı desertlər qəşəng eləyəsən, yay şirniyyatıdır. Sağ olun, sağlıqla qalın.